Türkiyədə F10 sürən oğlana milyoner kimi baxırlar. Bəli. Burada bizim qızlarımız F10 sürən oğlana heç üzünü çöndərib baxmır. Çangan Unize yoxsa Hyundai Tucson? Kotlet çörək. Dəyərli izləyicilərimiz, Avtomix Live efirindən hər birinizi salamlayırıq və bugün qonağımız Zik yağlarının partnyoru, avtobloger, bilirəm ki, sosial şəbəkə üzərindən ilə izləyənlər Bəhruz dostumuzu çox yaxşı tanıyır. Bəhruz Güləli buradadır. Bəhruz, xoş gəlmisən. Təşəkkür edirəm Elnur bəy, xoş gördük sizi. Yeni layihə adlandırmaq olar bunu məncə. Bəli. Xeyirli uğurlu olsun, düşərli olsun. Sağ ol. Bu layihənizi bəyəndim, dəstəkləyirəm. Əla, gözəl. Və biz ümumiyyətlə bir məsələ var ki, radio efirlərdə də səndən görüşəndə yağla bağlı çalışırıq ki, maarifləndirək sürücülərimizdə, yağla bağlı danışırıq. Sən yağları çox gözəl bilirsən, avtomobilləri də yaxşı bilirsən, araşdırırsan. Avtomobillə bağlı da kimlər ki sual verir, onlara cavab verirsən öz platforma üzərindən. Təbii ki, indi bizdə də bura canlı yayın var. Kimsə sual yazacaqsa, onlara da biz cavab verəcəyik. Amma ilk olaraq istərdim ki, avtomobil marka modeli üzərindən danışaq. Çünki elə Avtomix-də biz kömək edirik avtomobil alqı-satqısı üzərinə də izləyicilərimizə. Məsələn, hansı avtomobili ümumiyyətlə almağa dəyməz belə bir sual yönləndirsəm sənə? Veriliş çox sərt başladı. Bu avtomobilə ümumiyyətlə pul verməyə dəyməz. Bu müəyyən prizmalara görə dəyişən bir sualdır. Yəni şəxsə görə dəyişər. Elnura görə bu avtomobilə pul verməyə dəyməz. Bəhruza görə, bəli. Sözünü kəsəcəm, üzrlü say. Sırf sənə görə, Bəhruza görə bu avtomobilə pul verməyə dəyməz. Aha, burada Bəhruzun hansı xüsusiyyətləri nəzərə alınmalıdır? Gəl birinci ona toxunaq. Bəhruzun aylıq qazancı, Bəhruzun avtomobilə ayıra biləcəyi büdcə, Bəhruzun avtomobildən gözləntisi, yəni bu nə deməkdir? Mən artıq 10 avtomobil dəyişmişəm, misal üçün, və dəyişə-dəyişə artıq büdcəmi toparlayıb komfort axtarıram. Bəli. Və ən vacib məsələ, mən bu maşına mülk kimi baxmıram. Bunu hər dəfə deyirik ki, mən avtomobilə əgər daşınan mülk kimi baxmıramsa, bu nə deməkdir Elnur bəy? Deməli, daşınan mülk nədir? Mənim hər hansı bir ekstra anda pula ehtiyacım olarsa, həmin avtomobili satıb pula çevirmə qabiliyyətimdir. Bəli. Yəni, mən özümə, misal üçün, 70 min, 80 min manata hal-hazırda avtomobil axtarıramsa və 500 min manat da yastığın altındadırsa, mənim seçimimdən sənin seçimin artıq fərqlənir. Yəni, bu nə deməkdir? Mən son pulumu, 80 min manatımı yığıb özümə hal-hazırda gedib bir baş ağrısı avtomobil axtarıramsa və yaxud Çin avtomobili axtarıramsa, bunu niyə vurğuluyuram? Yəni, Çin avtomobilini mən bugün 80 minə alandan sonra aydın məsələdir ki, bunu 2 aydan sonra heç 70 min manata sata bilməyəcəm. Elədir. Mən artıq yastığın altındakı pulu xərcləməliyəm. Bəli. Düzdürmü? Bəli. Misal üçün, xəstələndim, əməliyyata gedirəm, o pul işə düşəcək. Avtomobil burada artıq mülkə çevrilmədi. Bu halda istənilən avtomobilə pul verməyə dəyər. Çünki mənim ekstra büdcəm var. İmkanlı adamam da, belə deyək, imkanım yəni, var. Və həmin maşının qəflən bir servis problemi çıxanda mən onu demədən təmir eləyəcəm. Amma mən son qəpik quruşumu yığıb 31 min manatı düzəldib bugünkü gün Unize almaq istəyirəmsə, deməli, bu avtomobilə bu şəxs pul verməməlidir. Yəni, bu avtomobilə pul verməyə dəyməz. Yaxşı, əgər toplamısansa qəpik-qəpik, 31 min manat dedin də, o pula nə alardın? Yastığın altı sıfırlanıbsa. Yoxdur, heç nəyim yoxdur. Borca xərcə girmişəm. Ay sağ ol. Hansı ki, bugünkü gün bir çox insanlar avtomobili o formada alır. Borca xərcə girmisənsə, aylıq qazancın misal üçün deyirəm də, 1500 manat civarındadırsa, sən artıq avtomobili seçmirsən, avtomobil səni seçir. Avtomobil səni seçir və məcburən bir növ sən almalısan Yapon avtomobili. Daha net desək Toyota almalısan. Çünki
Bu gün ölkəmizdə ən stabil qiymətini saxlayan avtomobil markası Toyota'dır. Və bunu pula çevirəndə az pul itirəcəksən, Bəli. daha tez satacaqsan Bəli. və həmin pulu başqa istiqamətə qızını köçürdəndə həmin pula cehiz ala biləcəksən. Bunlar reallıqlardır. Son dönəmlərdə misal üçün Bəli. Düzdür, indi baxın, şiddətlə hər kəs mənə də yazır, sizin efirə də yazır. Bəli. Qardaş, 30 minə maşın denən ili təzə olsun, funksional olsun. Bəli. Hər kəs bu gün yeni avtomobil almaq istəyir. İli təzə olsun, funksional olsun. Bax, ən çox eşitdiyim son aylarda ifadələr bunlardır. Bəli. İndi gəlin mən sizə belə deyim də, son 3 ayda mən 3 ölkədə oldum. Elədir. Bunu izləyicilər də bilir. Bəli. Deməli 3 fərqli qarajı gördüm. 3 fərqli qarajı gördüm. Bu ölkələri də gəlin deyə indi bilməyənlər ola bilər. Məlumatlı olsunlar. Bəli, söhbət gedir Yaponiyadan. Bəli. Yaponiyanın bir neçə şəhərindən. Bəli. Və gedir söhbət İtaliyadan, Bəli. orada da müxtəlif ərazilər və Rusiyadan. Bəli. Bu 3 ölkələr deməli hansı avtomobilləri idarə edir? Yaponiyada mən yerli istehsaldan başqa demək olar ki, avtomobil görmədim və biz burada avtomobilin ölçülərinə də toxunmalıyıq ki, onlar kompakt, Bəli. şəhər içi, Bəli. rahat və ustaya getməyən avtomobil idarə edirlər. Görüntüyə o qədər fikir vermirlər onlar. Görüntüyə... Mən izlədim sənin o videonu. Bəli. Yəni kiçik, kompakt elə qeyd elədiyin kimi avtomobillər idarə edirlər. Eynilə. Burada indi belə başa düşülməsin ki, Yaponun pulu yoxdur. Aha. Orta statistik bir Yapon Azərbaycanlıdan çox pul qazanır. Bəli. Düzdürmü? Bəli. Və həmin Yaponun ehtiyacı yoxdur ki, qonşusu bu qarajdan çıxanda görsün ki, o Linko 900 alıb. Məsəl üçün, Linko 900 yaxşı avtomobildir. Yəni ölçüsünə görə deyirəm. Və yaxud Li 9 alıb. Bəli. İndi Çin avtomobilinə zid getməyək də, bir dənə də misal üçün Land Cruiser alıb. Bu yeri kəsib paylaşarıq. Land Cruiser alıb. Bu da yəni bir qarajdan belə bir hava atır ki, mən yəni Land Cruiser sürürəm də. Adam misal üçün ailədə 2 nəfərdir. Yoldaşının da öz maşını var. Aha. Misal üçün. Aha. Özü də ki, deyək ki, gündə 2 dəfə avtomobil idarə edir, 5 kilometr işə gedir, axşam da işdən gəlir. Yəni heç bir ən axmaq, ən ağılsız Yapon bu hərəkəti eləmir. Başa düşürsüz? Onun mədəniyyəti də, onun pulu da, dünya görüşü də, onun gəzdiyi ölkə də, hamısı bu adını çəkdiyimiz orta statistik bir Azərbaycanlıdan Bəli. daha üstündür. Elədir. Deməli, burada bizim problemimiz ili təzə, görünüşü yaraşıqlı, belə deyək, funksional avtomobil axtarmağımızın özündə bir problem var. Başa düşürsünüzmü? Yəni, adamlar, düzdür, biz Tokyo drifti nümunə gətirə bilərik. Bəli. Yəni, orada, drift ümumiyyətlə orada yaranır. Bəli. Custom olunmuş, tuning olunmuş avtomobillər ən çox Yaponiyadadır. Bəli. Bu kütlə ayrıdır. Bu insanlar avtomobillərinə 50 min dollarlarla pul qoyur və onu tuning edirlər, custom edirlər. Biz orta statistik Yapondan danışırıq ki, adamlar avtomobilə yalnız A nöqtəsindən B nöqtəsinə çatdıran nəqliyyat vasitəsi kimi baxırlar və ona uyğun da avtomobil alırlar. Toyota, Nissan, Mitsubishi, Subaru, Suzuki və s. və onların kompakt modelləri. Keçirik İtaliyaya. Eyni vəziyyət bu ölkədə də keçərlidir. Alfa Romeo, bəli. Ümumiyyətlə sizə deyim, İtaliya başdan ayağa dizel idarə eləyir. Dizel mühərrikli avtomobildir. Avropada dizel yığışdırırlar. Yalandır. Yəni Vito, Viano, Y-klasslar, Mercedeslər, hər biri dizel. Maseratilər dizel. Aha. Bəli, bəli. Yəni adamlar bu dəqiqə qənaəti fikirləşir. Düzdür, burada bir ciddi faktor var, ya Nur bəy, parking məsələsi. Bu kimi şəhərlərdə, bu kimi ölkələrdə parking ciddi problemdir. Yəni onlar böyük avtomobilləri park eləməyə yer tapa bilmirlər. Park yerləri qısıtlıdır və dar küçələrdədir.
onların şəhər strukturu da biraz xırdadır. Əsasən də İtaliyada. Bu səbəblərdən desəz ki, bəs Rusiya bugünkü gün hər birimiz bilirik ki, kobud bəlkə də çıxar mənim dediyim, Çinin qucağında oturub. İstər avtomobil baxımından, istər ehtiyat hissələri baxımından, bütün sahələrdə, yəni qapısı açıq olan Rusiyaya yalnız Çindir. Rusların Rusiyada ümumiyyətlə Çin avtomobili sürməyi dünya üçün prioritet hesab oluna bilməz. Bir mənalı şəkildə. Qonşu Gürcüstanı götürə bilərik. Gürcüstanda bugünkü gün Çin avtomobili yoxdur. Barmaqla sayılacaq qədərdir. Maraqlıdır, niyə? Çünki onlara yenə də monitoru böyük, funksional, görünüşü gözəl avtomobil lazım deyil. Azərbaycanın bu dəqiqə, mən öz sahəmdən danışıram, avtomobil sahəsində, ən böyük problemi yanlış qarajı formalaşdırmağıdır. Yəni, Rus aldı, mən də alım. Qardaş, Rusun imkanından sənin imkanın bu dəqiqə bir deyil. Onların bir növ çarəsi yoxdur. Amma bir orta statistik Azərbaycanlı gömrüyü misal gətirək. Bugün biz Türkiyə ilə Azərbaycan gömrüyünü müqayisə edək. Azərbaycan gömrüyü Türkiyə gömrüyündən 10 dəfə ucuzdur. Türkiyədə F10 sürən oğlana milyoner kimi baxırlar. Bəli. Burada bizim qızlarımız F10 sürən oğlana heç üzünü çöndərib baxmır. Doğrudan türklərlə mən ünsiyyətdə olanda türklər bizim avtomobil qarajını görəndə çox belə heyrətlə baxırlar ki, qardaş sizdə nələr sürürlər deyir. Deyirlər son model avtomobillər. Yəni, orada yəni vəziyyət bu deyil. Amma bizdə maşallah məsələ bundan ibarətdir. Yəni düşünməyin ki, Azərbaycanda gömrük qiymətləri fantastikdir. Fantastik falan deyil. Fantastik olsa bizim qarajımız bugünkü gün bu dərəcədə yeni avtomobillərlə dolmaz. Yəni bu dəqiqə Türkün 100 min dollara ala biləcəyi Range Roveri bir Azərbaycanlı 50 min manata ala bilir. Bəli. Nəyə qoyub nəyə danışırıq? Elədir. Bəli. Burada izləyicilər də yazırlar bizə hal-hazırda. Yazan izləyicilərdən orada bir mən mesaj oxudum. Deməli, taksi ilə bağlı nəsə layihə var idi. Bir izləyici yazmışdı. Siz bizə tarix bölməsində yazın da zəhmət olmasa. Burada suallarınızı yazın, onları da mən oxuyacağam. Təbii ki, cavablandıracağıq. Özümüzün də suallarımız var. Avtomix live efirini izləyirsiniz hal-hazırda dəyərli dostlar. İndi hansı suallar ki gözümün qarşısından qaçacaq, üzrlü sayın. Mən də yavaş-yavaş onları oxumağa çalışacağam. İstəmirəm burada izləyicilər də yazırlar, gözləməsinlər. Bəhruz dostumuz buradadır, Bəhruz Güləli. Efirimizin baş sponsoru Zik yağlarıdır. Kasıblar üçün 1-4 məhərrik, biraz pulu olana 2 məhərrik. Estağfurullah, qudurmuş adama 4 məhərrik yazır göndər. Onu tam olaraq anlaya bilmədim bu niyə onu yazıb bizə. Sonra izləyicilər buna baxım, sonra mən sualımı səsləndirəcəm. Onsa buraları montaj edəcəyik. Azərbaycanda dizel 0 vəziyyətdə deyir, izləyicinin biri yazır. Azərbaycanda Ford F-150 parking edəndə necə etmək lazımdır? Cərimə yazılmasın. Bunu Sərxan yazır. Avtomobil elanları səhifəsinin admini. O nə deməkdir ki, qardaş? Onu tam anlaya bilmədim. Bu siz yəqin nə baxımdan yazılır? Böyüklüyünə görə deyil. Hə, yəni asparkingdə ölçülər, yəni F-150 gövdəsinə uyğun deyil. Hesablanmayıb. Bəli. Siz 2 dəfə asparking vurmalısınız. Fərqli hesablarda. 2 avtomobil düz. Qardaş düz danışmırsan. Nəyə düz danışmır? Məncə Gürcüstanda gömrük ucuzdur deyə Çin yox, əsl avtomobil sürür. Bax, Xəyal bəy bunu yazı göndərir bizə. Gömrük ucuzdur deyə Çin yox, əsl avtomobil sürür deyə yazıb. Bu faktor var. Dözümlü. Yəni söhbət yəqin ki Avropa avtomobilindən gedir, digər ölkələrlə. Bu məsələdə reallıq var. Bəli. Amma gəl indi biz düşünək ki, Gürcüstanla Azərbaycan qonşudur. Bəli. Düzdürmü? Bəli. Yəni daşınma eyni qiymət olacaq. Çindən Azərbaycana da, Gürcüstana da Çangan Unize eyni qiymətə daxil olacaq. Gürcü nəyə görə gömrük ucuzdur da, elə Unize alsın, sürsün də. Nəyə görə yenə gedir ənənəvi avtomobil alır? Bu sualın cavabı yoxdur axı. Niyə seçmir bu avtomobili? Ehtiyac bilmir. Gürcüstanda ehtiyacsız ucuzdur deyə yazıb göndərir bir izləyicimiz. Malibu 2008 yaxşıdır, 2018 yaxşıdır yoxsa 2020? Bunların arasında sürətlər qutusu fərqi var. 2018-ci ilin Malibusu öyrəşdiyimiz avtomatik sürətlər qutusudur. 2020-də isə variatordur. Variator pis sürətlər qutusu anlamına gəlmir. Bəli. Sadəcə olaraq onların təyinatları fərqlidir. Yəni variatorun idarə olunmağından sadə avtomatik sürətlər qutusunun idarə olunmağı fərqlidir. Variator sürətlər qutusunun baxımı daha ciddi
tələb ciddi baxmaq tələb eləyir. Aha. Yəni 60 mindən o tərəfə sürətlər qutusu yağını keçirdə bilmirik. Bəli. Yağın qiyməti biraz bahadır. Bəli. Amma digər hallarda mühərrikdə, gövdədə, askı sistemində elə bir ciddi fərqlər yoxdur. İndi yağ dəyişmə ilə bağlı burada izləyicilər də yeni qoşanları salamlayırıq. Belə bir bilirəm ki, izləyicilər arasında onlara maraqlı gələcək bir məsələ var. Məsələn, çox avtomobiliniz varsa gedib yağını dəyişirsiniz də. Bizdə yağ dəyişmə intervalı adətən yağ dəyişmə mərkəzlərində 5000 kilometr qoyulur. Bəli. Yəni bu 5000 kilometr məsələsi bu interval həqiqətdir yoxsa bir satış strategiyasıdır bu? Ümumiyyətlə satışı reallaşdırmaq üçün bunu yağ mərkəzləri edir ki, tez-tez gələsən, mən pul qazanım. Yoxsa 5000 kilometr həqiqətən də 5000 kilometrdən bir yağı dəyişmək lazımdır? Öz fikrimi bildirim, daha sonra bir xırda məqama toxunacağam bu mövzu ilə bağlı. Aha. Bu mövzunu artıq yekunlaşdırmaq lazımdır. Nəyə görə? Bu qətiyyən marketinq hiyləsi deyil. Bu vacibatdır. Bakı şəhərində mütləq şəkildə vacibdir. Nəyə görə? Deməli, yağ dəyişmə intervalına ən ciddi təsir edən məqamlardan biri tozlu şəhər anlayışıdır. Tozlu şəhər anlayışıdır. Bəli. Tozlu şəhərdə 2 dəfəyə qədər, 3 dəfəyə qədər interval aşağı düşür net şəkildə. Bunu qoyduq kənara. Bakıda bilirik ki, çox tozlu şəhərdir. Bəli. İkinci məsələ tıxac məsələsi. Bu gün istənilən yeni nəsil avtomobilin ön panelində biz orta sürəti görürük. Orta sürət 17 km/saatdan yuxarı qalxmır. 17-20 arasında dəyişir. Bugün bir yağ, misal üçün, baxın, bu nədir? Zik X7 540, düzdürmü? Bəli. Bu hidrocracking yağdır. 3-cü qrup baza yağından yaradılmış bir yağdır. Bu yağın ömrü 300 motosaatdır. 300 motosaatdır. 300 motosaat olan yağı biz, bunun hesablama qaydası var da, motosaatla yağ dəyişilir, düzdürmü? Yəni biz bu yağı 300 saat motor çalışanda istifadə edə bilərik. Bəli. Bunu hesablamaq üçün çox sadə bir üsul var. 300 motosaatı vururuq 17-yə. Bəli. Nə eləyir? 510 5100 Bəli, də. 5100. Bu o deməkdir ki, mən bu yağı 300 motosaat idarə edirəmsə, kilometraja çevirəndə 5100 kilometr idarə edə bilərəm. Bəli. Məsələ bundan ibarətdir. Yəni bitdi, getdi. 5100 kilometrdən sonra mən bu yağı mütləq şəkildə dəyişməliyəm. Və hesablama yəni bu cür aparılır. Bəli. İndi Ona yağlama mərkəzləri onda düzgün deyirlər də. Mütləq şəkildə düzgün. Bugün 2024-cü ildə BYD Destroyer'in açın kitabçasına baxın. Adamlar aydın şəkildə qeydlər orada yazıblar ki, qarışıq rejimdə, yəni daxili yanma mühərriki və digər hibrid mühərrik toplamda 7500 kilometrdən bir mühərrikin yağını dəyişməlisən. Yəni bunlar bunu açıq-aşkar yazıb. Elnur bəy, gəlin bunu da deyim sizə. Biz Yaponiyaya elə belə getməmişdik. Orada yağ zavodunun ziyarətinə getmişdik. Yəni bildiyin Yapon, o alim Yapon, hansı ki o bədəni heç vaxt günəş şüası görməyən, bütün günü laboratoriyada çalışan Yapon, açıq-aşkar qeyd elədi ki, sual verildi ki, qardaş, yağı nə vaxt, neçə min kilometrdən bir dəyişmək lazımdır. Özü də ki, söhbət premium segment bir yağdan gedirdi və yağın premium olmağından getmir. Həm də üst seriyasından gedirdi. Yəni Zikdə necə misal üçün top seriyası var. Bəli. O formada. Bəli. Yəni adam deyir ki, 5000 kilometrdən bir yağı dəyişməyi tövsiyə edir. Hələ Yaponiyanın özündə. Bəli. Hələ yanacağı da keyfiyyətdir. Əlbəttə, yəni bunu elə bir adam deyir ki, o bəlkə 50 yaşı varsa, heç vaxt bir dəfə də yalan danışmayıb. Yəni onlara ehtiyac yoxdur yəni. Onların ümumiyyətlə təbiətində yoxdur ki, kiməsə yalan danışsınlar. Yəni adam deyir ki, get yağı 5000 kilometrdən bir dəyiş. İndi burada Əhməd belə dedi, Bəhruz belə dedi, Fazil belə dedi. Siz pul qazanmaq istəyirsiniz. O deyir ki, qardaş, mən Almaniyada 20.000 sürürəm. Qardaş, Almaniyada sən 20.000 sürə bilərsən də, sənin orta sürətin 70-dir. 80-dir. Bugün mən Bakı-Qazax taksisi çalışıramsa, əlbəttə ki, mən də 20.000 kilometrdən bir yağımı dəyişəcəm. Söhbət gedir Bakı tıxaclı şəhərdir, Bakıdakı intervaldan. Bunları qarışdırmaq olmaz, əlbəttə. Bəhruz bəy, Toyota qədər dözümlü yeni Çin maşını nə məsləhət görürsünüz deyə
Buyur. Bu suala indi ola bilsin ki məndən şiddətli aqressiya gözləyənlər olacaq ki, qardaş, sən Çin maşınıyla Toyota-nı necə müqayisə edirsən, misal üçün. Aha. Bu təəssüf ki, belə deyil. Bu təəssüf ki, belə deyil. Bugünkü gün Hyundai Kia Toyota-ya tam şəkildə çatıb. Aha. İstər keyfiyyətdə, istər materialların premiumluğunda. Hyundai Kia. Bəli. Hyundai Kia-nın yeni modelləri bu gün Toyota-nı keçib. Onu Toyota zəifləyib. Fərqi yoxdur. Yəni bərabərləşiblər də. Həsən keçəl Həsən. Nəticə dəyişmir. Bugünkü gün Hyundai Kia yəni heç də keyfiyyətsiz deyil. Sözün əsl mənasında. Aha. Və artıq mən sizə deyərdim ki, müəyyən Çin avtomobilləri də Toyota qədər dözümlü keyfiyyətdə olub. Amma bunların adını açıqlamayacağam. Niyə açıqlamırsan ki? Yox. Reklam olacaq deyə deyirsən, yoxsa canlını söndürərik, o kameranı da söndürərik, onu da açıqlayaram. Baş hərfindir. Yəni amma var da Çin avtomobilində dözümlülər var. Bəli. Yaxşı, belə bir sual verim, adını deməsən də, qiymət olaraq deyə bilərsən ki, qiyməti hansı qiymətdən sonra başlayır, yuxarı başlayır? 40 min manat civarında tapmaq olar. 40 min manat ətrafında sıfırını tapmaq olar. Bəli. Toyota dözümlüyündə. Bəli. Müəyyən marka modellər var ki, Bəli. Yəni bu o demək deyil ki, Çin avtomobili çox inkişaf eləyib. Bu o deməkdir ki, Toyota yəni deyir ki, bəsdir də, yəni mən sizi nə qədər olar belə ustasız, biz də qazanaq da yəni. Mağazasız. Yəni onsuz da hamı bilir ki, bir marka servisdən pul qazanır. Avtomobil satışından pul qazanmır. Bəli. Yəni Toyota da deyir ki, yəni mən də inkişaf eləmək üçün mənə də pul lazımdır. Ay sağ ol. Kia Rio necə maşındır? 2007 ard-arda yazıb. Kia Rio-nu yəni hər kəs bilir ki, dözümlüdür. Üzülü sayını yazanlar mən burada deməli bəzilərini itirirəm. Tamam. 110 min manat Aziyanın qiyməti var. O Neonun. Düz deyir. 110 min manat. Düz deyir. Bəli. Qardaş üzülü say. Heç nə. O qardaşın pulu çox. Xeyriyyə sürəsən qardaş. Doğrudan bir məsələ də var. Bax indi 110 min manat qiymət var. 100 mindən yuxarı, yəni 100 min ətrafı Çin avtomobilinə, yəni o pulu aparıb verməyə. İndi qardaş verib onun həzzini alır, deyir qardaş, sən sürmürsən, sən nə bilirsən bu nədir? Amma belə ona pul vermək. Ona pul verən şəxsləri mən belə gözümün qabağında canlandıra bilirəm. Bunlar hansı insanlardır? Aha. Bunlar misal üçün 2 dəfə Galenvageni aşırdıb, 3 dəfə Range Roveri yandırıb. Ay sağ ol. Qumsal bir yerdə onun körpü hissəsi yanıb. Misal üçün 50 min kilometrdən bir avtomobilin yağını dəyişir. Və çünki həmin pulu verir sürücüyə, sürücü yağı dəyişmir, xərcləyir. İkinci dəfə, üçüncü dəfə. Yəni artıq insan tam yenilik, tam belə başqa maraqlar axtaranda gedir 110 min manata Çin maşını alır. Ay sağ ol. Allah o hissləri bizə də yaşat. Elə hamımız yaşayaq o hissi. Opel 98 model, sadə mühərrik, getdiyi yerdə yanıq iyi gəlir, sonra sönür. O qardaş sən get yoxlatdır onu. Yanıq iyi təhlükəli. O yəni onun o canlı efir sualı deyil. Onun oynamaq olmaz yəni. Onu deyək. Hyundai Grandeur yazır. İl 2016 necə deyə bax belə bir sual gəlib. Adətən çox vaxt belə marka modelləri soruşurlar. Mühərrik həcmini mütləq qeyd eləsinlər, cavab verək. Gəl belə bir şey deyək də. Elə bax burada müqayisələri gəlir, izləyicilərimiz də izləyirlər. Mən bir neçə segment avtomobili soruşacağam. Bax sənə görə Bərus, hansı avtomobilə pul verməyə dəyər, hansını almağa dəyər? Gəlin başlamamış mən hansı fikrə əsaslandığımı deyim. Buyur. Dözümlülüyü əsas götürəcəm. Yaxşı. Bazar payını əsas götürəcəm. Yəni avtomobilin satışda bir payı olmalıdır, bazarı olmalıdır. Yaxşı. Və ən sonuncu məsələ zövqə bağlanacaq. Yaxşı. Getdik. Onda getdik. Deməli, Chevrolet Cobalt yoxsa Hyundai Accent? Və fərz eləyək ki, bunların hər birinin qiyməti eynidir. Yaxşı. Accent deyəcəm. Accent. Digər deməli avtomobil Toyota RAV4 yoxsa Kia Sportage? RAV4 əlbəttə. Lexus RX 350 yoxsa BMW X5? Oy. Lexus deyəcəm. Amma özüm X5 alaram. Onda niyə? Yox, Lexus deyirəm, amma X5 alaram da. Yaxşı. Haval H6 yoxsa Honda CR-V? Bir də deyəcəm. Haval H6 yoxsa Honda CR-V?
CR-V, yəni mütləq CR-V. CR-V. Özüm öz xəttimi oxuya bilmirəm. Qardaş, Elantra ilə Corolla yazmısan da. Mənim xəttim qəşəng oxudum. Nəsə. Honda Elantra yoxsa Toyota Corolla? Corolla. Changan Yunizey yoxsa Hyundai Tucson? Kotlet çörək. Tucson, əlbəttə. Tucson. Tucson haqqında yeri gəlmişkən bir fikir bildirəcəm. BMW G30 yoxsa E-Class Mercedes? Hər ikisi gözəl avtomobildir. E-Class olsun. Cadillac Escalade yoxsa Lamborghini Urus? Elə bir pulum var. Hansını alardın? Escalade. Escalade. Mütləq şəkildə, bəli. Urus tərəfə baxmaram heç. Niyə? Ya, Escalade başqa planetindir. Hyundai Accent yoxsa Toyota RAV4? RAV4 təbii ki. Lexus RX 350 yoxsa Honda CR-V? Daşqalağa hazıram, amma CR-V. Lexus seçmədin yəni. Yox, Toyota Corolla yoxsa Hyundai Tucson? Corolla. E-Class Mercedes yoxsa Escalade? Escalade. Cadillac. Cadillac, bəli. Cadillac. Toyota RAV4 yoxsa Honda CR-V? Bunlar elə dünyada da rəqibdir. Gəldi mənim də qabağıma düşdü. Dünya RAV4-ü seçir, yəni bunu satış rəqəmləri göstərir, amma biz CR-V-ni seçək. Bu dünyaya qarşı getmək üçündür, yoxsa? Yəni mən düşünürəm ki, fərqli büdcələrə eyni keyfiyyəti almaq olur. CR-V RAV4-dən ucuzdur. Aha. Bəli. Toyota Corolla yoxsa Cadillac Escalade? İndi burada iki məsələ var Elnur bəy. Aha. Corolla dünyanın ən çox satılan avtomobilidir və ən problemsiz avtomobilidir. Bəli. Cadillac Escalade bir prezident avtomobilidir də, misal üçün. Aha. Yəni Cadillac Escalade dünyanın ən yaxşı top premium avtomobillərindən biridir. Bəli. Hərəsinin özünə görə üstünlükləri var. Düzdürmü? Bəli. Amma gəlin biz də bahalını seçək ki, bir özümüz də bir ala bilək də. Corollam olub, Escalade'im də olsun. Sən arzulayırsan da, yəni belə deyək. Escalade. Honda CR-V yoxsa Cadillac Escalade? Final. Yox, finalda Honda CR-V deyəcəm. Finalda Honda CR-V deyəcəm. Çünki bir gün kasıblayarsan Escalade'a baxa bilməzsən, amma CR-V səni yarı yolda qoymaz. Ona görə də CR-V. Boz sərçədən bərk yapışmaq lazımdır. CR-V olsun. Deməli Bəhruz bəyin seçimi sonda Honda CR-V oldu. İndi bir məsələ var. Tucsonla bağlı nə demək istəyirdin? Bəli. Tucsonla bağlı nə demək istəyirəm? Bəli. Keçən showroomların birində, indi bunu istər izləyicilər reklam kimi qəbul eləsin, istər eləməsin, amma bu səmimi podkastdır. İzləyicilər inana bilər. Bəli. Deməli Hyundai Tucson 2000 səhv eləmirəmsə 26-cı il, ən pis halda 25-ci il, 2 hibrid Çin bazarının təqdimatı, yəni Çində istehsal olunmuş Hyundai Tucsondan gedir söhbət. Elnur bəy, 0 kilometr neçəyədir? Zəmanətlə. Neçəyədir? Özdə long versiyası. Yəni arxa oturacaqlarda rahatdır. 50 min manat. Yaxşı, onun bəs belə Koreya variantı neçəyədir onda sıfırı? Bilirsən ki, müqayisə eləmsən yəqin. Səhv eləmirəmsə, Tucson L Koreya variantı istehsal olunmur. Səhv eləmirəmsə. Amma bu heç nəyi dəyişmir. Yəni necə ki Toyota Corolla'da, Toyota Corolla Cross'da keyfiyyət yerində qalıb. Bəli. Düzdür, orada yenə də müəyyən ustalar, müəyyən insanlar deyir ki, Yaponiya variantından fərqlər var. Mən bunu danmıram, var fərqlər. Çox böyük ehtimalla, yəni bu Koreya Çin məsələsində də fərqlər var. Amma bunlar yəni bir 30 min manat fərqi deyil də Elnur bəy.
onu demək istəyirəm ki, biz Azərbaycanlılar olaraq 50.000 manatı Tucsona, yəni 0 kilometr maşına vermirik. Bilirsiniz niyə vermirik? Çünki onun funksionallığı azdır, çünki onun monitoru balacadır. Aha. Məsələ budur. Yəni maşının lüku da var, oturacaqları da kifayət qədər keyfiyyətlidir. Və keçən dəfə bir avtomobil var. Aha. Təxminən 400.000 manata yaxın qiyməti var. Çin avtomobili. Ay maşallah. Bizdədir də o. Bəli, bəli. Salonda gördün yoxsa? Onları deməyim. Niyə görə? İndi deyəcəm sizə. Deməli, yəqin ki, dinləyicilərdə də belədir. Məndə 100% belədir. Qapını açırsan, avtomobilin içinə əyləşirsən, qiymətindən asılı olmayaraq, yəni söhbət gedir premium klass avtomobildən. Bu avtomobilə əyləşəndə, əgər səni dermantin iyi vurursa, indi bunun bir marketinq adı da var. Buna deyirlər nappa. Nappa dərisi. Nappa dəri. Bu nappa dərisi marketinqdir. Nə mənada marketinqdir? Nappa dərinin aşılama üsuludur. Dərinin adı deyil. Yəni hazırlanmış bir şeydir yəni. Yəni nappa dərinin hazırlanma prosesinə deyirlər. Bəli. Yəni biz suni dərini, dermantini də nappa eləyə bilərik. Aha. Başa düşürsüz? Müəyyən üzərində işlər görməliyik yəni sadəcə. Yəni saxta dərini də nappa eləmək olar. Aha. Və eləyirlər. Daha sonra avtomobili satışa çıxardanda, bəli, komplektasiya yerinə yazmır ki, bu eko dəridir, dermantindir. Yazır ki, nappa dəridir. Başa düşürsüz? Bəli, amma bəli, bu birbaşa dermantindir, saxta dəri anlamına gəlir. Bəli. Avtomobil əgər indi bəzi insanlar deyə bilər ki, misal üçün heyvanlara dəstək, misal üçün əsl dərini saxlamaq, eko falan. Mən bu fikirlərin hamısına qatılıram. Biz də heyvanları da sevirik. Bəli. Yolda görəndə onlara yem də veririk və s. axır. Bəli. Və bu taktikaya bütün dünya keçib. Ən bahalı ayaq geyimləri istehsal edən firmalar həmin cümlələrdən bu gün istifadə edir ki, və bunu belə böyük qutunun üzərinə yazır ki, biz bu ayaqqabını zibildən hazırlamışıq. Maraqlıdır. Yəni biz bu ayaqqabını hazırlayarkən tullantıdan istifadə eləmişik. Tullantıdan istifadə eləmişik. Biz ekologiyanı qoruyuruq. Ekologiyanı qoruyuruq. Biz dünyanı düşünürük, sizi düşünürük. Ona görə də sənə $300 zibildən ayaqqabı hazırlayıb satıram. Qardaş, mən $300 sənə buna görə vermirəm. Mən bu $300 sənə ona görə verirəm ki, mən bunu bir 2 il, 3 il geyinim. Və ayağım ilənməsin. Dabanımı əzməsin, ayağım qoxmasın. Sən də mənə bir həmin ayaqqabının da gəlin indi biz mayasına baxaq. Mayası $20 keçmir. Bəli. İndi bu dəri məsələsində də həmin məsələyə toxunurlar ki, biz bunu ona görə eləyirik ki, heç bir heyvana zərər vermədən sənə premium hissi yaşadırıq. Qardaş, sən mənə o premium hissini yaşatmırsan da, sən mənə alladırsan, sadəcə olaraq adını qoyursan ki, mən dünyanı qoruyuram. Əgər onlar onu sid qürəklə eləsələr, Elnur bəy, mən bu dəqiqə öz maşınımı satıb, gedib o dermantin dərili maşın alaram. İnanmırsan ki, amma sid qürəklə eləmirlər. Mütləq şəkildə inanmıram, yalandır. Kia Optima yoxsa W211 Panorama? İstənilən yeni gövdə avtomobil köhnə avtomobildən yaxşıdır. İstənilən? Bəli. Biraz risk elədim, düşünmədim, amma 99% elədi. Səmimi deyirəm, yəni yeni avtomobillər almaq lazımdır. Da demirəm, 0 kilometr gedib o monitoru böyükdən söhbət getmir. Amma bu qlobal bazarda öz sözünü deyən, dünyaya satış edən, ehtiyat hissələri ştrixlənmiş, VIN kodunu yazanda o strukturu çıxan, hansı ki vurursan, avtomobilin skeleti çıxır. Orada bütün nömrələnmiş şəkildə detallar var. VIN koda uyğun ehtiyat hissəsi alırsan. Yəni maşın budur. Maşının skeleti olar. Vurarsan sistemə, ehtiyat hissəsinə. Qardaş deyər ki, bir dənə VIN kodu ver, VIN kodu verərsən, hər şeyini çıxardar. Bəli. Yəni bu gün adamlar
həmin Win kodu sistemə vurmaqla maşının funksionallığından danışır. Bəli. Sənin misal üçün qapıda soft close var. Bəli. Çünki soft close-un orada detalları çıxır siyahıda. Yəni bir maşının ki Win kodunu vurursan, orada çıxmır. Error yazılırsa, deməli bu avtomobil deyil. Hansı avtomobildə error yazılır ki? Bütün Çin avtomobillərində. Hamısına Çin. Yəni onlarda bir siyahı yoxdur da. Necə rəsmi satılan avtomobillər? Rəsmi satılır, amma yəni bəlkə indi Çinlilər üçün bir sistem var. Bu gün yəni X bir Hyundai, Kia və yaxud X bir ehtiyat hissəsi satan mağazaya daxil olaq. Siz onu deyirsiniz. Toyota Corolla Cross-u bu dəqiqə Çin bazarından gələni Toyota ehtiyat hissəsi satan mağazaya daxil olaq. Win kodunu vuraq, error çıxır. Detal çıxmır. Çıxmır yəni. Problemlər başlayır bir-bir axtarmaq onu. Yəni hansı uyğun gələcək? Metrə ilə, santimetrlə, nə bilim. Heç güya bir Unizenin ehtiyat hissəsi o birisinə gedir ki, getmir o da. Getmir. Bəzi hallarda getmir. Bir məsələ, bir çox izləyici də adətən belə suallar verir ki, ümumiyyətlə ən yaxşı yağ hansı yağdır deyə. Bax belə suallar verirlər. Bəzən də daxil olurlar, belə düşüncəyə gəlirlər ki, bir yağ dəyişmə mərkəzinə daxil olanda deyirlər ki, ən bahalı yağı ver mənə. Düşünür ki, ən bahalı yağ ən yaxşı yağdır. Bu doğrudan belədir yoxsa yox? Mən düşünürəm ki, artıq son bahalaşmadan sonra bu sualı verənlərin sayı kəskin azalıb. Mən ən bahalı yağ ver deyənlər. Çox bahalaşıb. Çünki bəli, yağlar həqiqətən çox bahalaşıb. Ümumiyyətlə bu sual əzəldən yanlışdır. Yəni ən bahalı yağ ən yaxşı yağ ola bilməz. Bu mümkün deyil. İkinci məsələ nədən ibarətdir? Avtomobilim üçün ən yaxşı yağ hansı sayıla bilər? Avtomobilim üçün doğru seçilmiş yağ. Doğru seçilmiş deyəndə nəyi nəzərdə tuturuq? Kodlaşmanı nəzərdə tuturuq. Bəli. Mühərrikin hal-hazırki vəziyyətini nəzərdə tuturuq. Bəli. Və həmin markanın qloballığını nəzərdə tuturuq ki, bu yağ deməli bu avtomobil üçün ən yaxşı seçimdir. İndi bunu da deyirik də, hər dəfə də qeyd edirik ki, yaxşı ən sözü yox. Amma yaxşı yağlar Azərbaycanda çoxdur. Heç vaxt deyə bilmərik ki, bu bundan ən yaxşıdır, bu bundan üstündür. Seriyalar müqayisə oluna bilər Elnur bəy. Bu yağın bu seriyasından digər yağın digər seriyasını müqayisə edə bilərik. Orada parametr üzrə bir yağ digərindən üstün sayıla bilər. Yəni bu normaldır. Bəli. Sayıla bilər, amma bizə həmin parametr lazımdırmı? Bu da yaxşı sualdır. Yəni o şişirdilmiş parametrlər, o parametrləri əldə etmək üçün ona qatılan qatqılar hər biri mühərrik yağının maya dəyərini artırır. Bəli. Mənim 1.8 Elantram varsa, bəli, mənim Zik X9 FE-mi ver, çıxım gedim qardaş. Aha. Mənə heç Zik Top belə lazım deyil. Yəni Zik'in 3 segmenti lazım deyil. Mənə Zik Zero lazım deyil. Mənə X9 ver, mənə X7 ver, bu mənim bəsimdir. İnsanların büdcəsinə daxil olmaq olmaz. Bu ədəbsizlikdir. Pul üçün, əlavə qazanc üçün, müəyyən artıq ödənişi dinləyicidən, sürücüdən, milyonerdən ayda 10.000 dollarını ocaqda yandırıb tullayan adamdan belə almaq ədəbsizlikdir, bazar etikasına uyğun deyil. Bugün biz 2000-ci illərin, 2002-ci illərin avtomobillərini suni şəkildə 10.40-dan 5.40-a keçirməyimiz məntiqsizdir, yanlışdır. İllərlə bu avtomobillər bu özüllüklərlə çalışıb, illərlə bu avtomobillərin biz kitabçasına baxmışıq, istehsalçı burada icazə verir, amma Bəhruz usta deyir ki, qardaş, buna 10.40 süzmə, 5.40 süz. Niyə? Ona görə ki, 5.40 zavod tələbinə qaytarmaq istəyir də, hə? Zavod tələbində axı 10.40 qeyd olunub axı Nur bəy. Və yaxud biz 5 il 10.40 ilə çalışan mühərriki içərisini 3-4 dəfə yuyucu vasitələrlə yuyub, klapan kipkəclərini dəyişib, nə bilim başqa işlərini görüb də yenə biz onu 5W40-a keçirdə bilmərik. Və buna ehtiyac da yoxdur. Bu mühərriki qızdırmaq məsələsi bir çox izləyici hər dəfə bununla bağlı da yazır bizə. Mühərriki qızdıranda, ümumiyyətlə qızdırmadan daha doğrusu yola çıxanda
mühərrikin daxilində nə baş verir? O bəzən deyirlər yağ gedib nöqtəyə çatmır, gərək biraz gözləyəsən, o biraz qızsın, yağlanma tam olsun, problem olacaq. Bunun necə deyirlər, ay kimi aydın bir qaydası var. Burada heç kimin bir-birindən mübahisə etməyə ehtiyacı yoxdur. Bu işin düzü nədir? Aha. Avtomobilimizi işə salırıq. Bəli. 20 saniyə, 15 saniyə. Aha, gözlədik. Orada müəyyən avtomobillərdə taxometrdə düşür həmin saniyədən sonra. Bəli. Elə mənim öz avtomobilimdə belədir. Bəli. 30 saniyədən sonra taxometr düşür. Bəli. Qışda 40 saniyəyə düşürdü. Bəli. İndi hava istidir, 25 saniyəyə düşür. Bəli. Birdən aşağıya düşür. Bəli. Məsələ nədir? Taxometr düşəndən sonra, lap deyək ki, elə bir marka modeldir ki, taxometr düşmür. Ehtiyac yoxdur gözləməyə. Aha. Biz bu avtomobili işə salandan sonra dövrlər sayını 2000 RPM-dən yuxarı qalxmağa qoymuruq. Avtomobilə kəskin qaz vermirik. Çox sakit sürətlərlə, aşağı templə, aşağı ötürücülər qutusunun hərəkətindən yolumuzu davam edirik, Elnur bəy. Net sürət deməyəcəm ki, 50-dən o tərəfə qalxmaq olmaz. Yəni siz bunu avtomobildə hiss edirsiniz. Kəskin qaz vermə, Bəli. Kəskin ötmə əməliyyatı etmə. Bəli. Ta ki siz o bir sürücü olaraq avtomobilin rahatlaşdığını isinəndən sonra hiss eləyəcəksiniz. Bundan sonra necə istəyirsən avtomobili idarə et. Yəni yerində 10 dəqiqə, 5 dəqiqə, 3 dəqiqə isitməyə net şəkildə ehtiyac yoxdur. Gərək yox. Bunun əksini heç kəs sübut edə bilməz. Bu mühərrik qaynatdığı vaxtı, indi bu kruzlarla bağlı deyirlər, qaynadır, edir, onunla bağlı biz paylaşma eləmişdik. Kruz sevənlər də sağ olsunlar, elə gözəl mesajlar yazmışdılar ki, kruzla bağlı. Biz kruzu buradan pisləmirik, sadəcə bu qaynatma məsələləri vardı. O qaynatdığı, qızdırdığı vaxtı biz yerində ona nə kimi müdaxilə eləyə bilərik? Nəinki kruz, ümumiyyətlə kruz qızdırmağa meyilli avtomobil deyil. Kruza ciddi şəkildə saxta ehtiyat hissələri satıldı. Yəni insanlar, mağazalar tərəfindən bunu da alıcılar özləri şərait yaratdı. Çünki 12.000 manata aldığı maşına 150 manata detal almaq istəmədi. Ona görə də mağazaçılar 50 manata onun saxtasını təklif etdilər. Bəli. Mən burada yəni heç bir mağazanı qınamıram. Bu məsələnin bir tərəfi. İkinci tərəfi nədən ibarətdir? Baxın, kruzu qoyduq qırağa. Yəni bu maşın yəni bu səbəbə normalda qızdırmır. Bəli, normal ehtiyat hissələrindən qızdırmır. Növbəti məsələ nədir? Əgər bir avtomobil qızdırarsa, indi yay aylarıdır. Bu hallar tez-tez baş verir. Bəli. Nə etmək lazımdır? Bir sürücünün edə biləcəyi maksimum nə ola bilər? Görürük ki, orada taxometr qalxır, yəni avtomobil artıq qızır, isinir. Avtomobili söndürmək olmaz. Aha. Qızdırdığını görən kimi söndürmək olmaz. Bəli. Niyə görə olmaz? Çünki blok anidən soyuyan zaman əyilə bilər, deformasiya ola bilər. Bəli. Bu ciddi xərc tələb eləyəcək. Biz burada avtomobil qızdırırsa maksimum onu əldə etməliyik ki, minimal xərclə bu işdən qutaraq. Bəli. Bunun üçün avtomobili mütləq şəkildə sağda saxlayırıq əlbəttə. Söndürmürük. Kondisionerlə gediriksə, kondisioneri söndürürük, Elnur bəy. Daha sonra sobanı qoşuruq. Sobanı qoşduqdan sonra maksimum isti temperatura qaldırırıq ki, mühərrik öz istisini interyerə vursun, pəncərələri açırıq təbii ki. Bəli. Və soba çalışan vəziyyətdə isti vurur içəri. Bəli. Kapotumuzu qaldırırıq. Bir qədər yenə gözləyirik. Bəli. Bir qədər gözləyirik. Artıq siz çox kəskin təhlükədən bu üsuldan qurtulursunuz. Müəyyən qədər gözlədikdən sonra radiator qapağını qəti şəkildə açmayın. Bu sizin, yəni həmin şəxsin təhlükəsizliyi üçün baxımından çox ciddi məsələdir. Bəli. Radiator qapağını açmırıq. Bəli. Çox yaxşı olar ki, avtomobildə biraz su da olsa yaxşı olar, misal üçün. Antifriz mütləq olmalıdır. Misal üçün bu dəqiqə mənim avtomobilimdə 1,5 litr konsentrant var. Və daha sonra
bir qədər sakitləşəndən sonra avtomobili söndürürük, gözləyirik, radiator qapağını açırıq. Çox böyük ehtimalla qızdırma niyə baş verib? Oradan su qaçağı deyir də türklər, su axıb itkisi. Onu bərpa eləyirik su ilə, antifrizlə nəyə əlimiz çatırsa. Bəli. Daha sonra ən yaxın məntəqəyə yaxınlaşmaq lazımdır. Bir çox hallarda antifriz hardansa sızır. Aha. Bunu da hər yağ dəyişmədə sürücülər yağ dəyişmə ustasına test elətdirsinlər. Bəli. Antifrizin özünə məxsus qoxusu var. Bəli. Yaxşı sürücü avtomobilinin yanında dayananda antifrizin iyini hiss eləyir. Bunu hiss eləyirsinizsə, fikirləşməyin ki, 100 qram hər dəfə, nə bilim 200 qram, 300 qram bu mütləq şəkildə aşkarlanmalıdır ki, antifriz hardan sızma eləyir. Yəni ilk edəcəyimiz müdaxilə bundan ibarətdir. Mən bu cür üsul bilirəm. Bəli. İzləyicilər digər üsulları bilirsə, onları da qeyd eləsinlər. Şərh bölməsində yaza bilərlər. Bəli. Digər məsələ bu yağla bağlı. Biz yağ dəyişmə mərkəzinə daxil olanda yağlara bir baxırıq, qutusuna baxırıq, onlar bizi cəlb eləyir. Ümumiyyətlə saxta mühərrik yağını görüntüdən biz anlaya bilərik, qutusundanmı? Ya ilk baxışdan anlaya bilərik bu saxtadır. Daha çox biz məntəqədən anlaya bilərik bunu. Yəni məntəqənin vizual görüntüsündən. Bir çox hallarda mən bunu qeyd edirəm. Məndən balaca məkanları çalışdıran o zəhmətkeş ustalarımız bir də görürsüz inciyir. Çox naxaq inciyir məndən. Yəni qətiyyən mənim sözüm sizə aid deyil. Bu o demək deyil ki, siz yağ saxtalaşdırırsınız. Yox. Sadəcə olaraq əgər bir məkan müxtəlif yağ çeşidlərini səpələnmiş şəkildə, az şəkildə, yəni misal üçün 5 fərqli firmanın yağı var. Bəli. Hər firmadan birindən ancaq 5.30 qalıb, birindən 0.20 qalıb, birindən 10.40 qalıb. Təkəm seyrək. Daha sonra baxırıq ki, misal üçün indi onu düzdür. Dinləyicinin, sürücünün aşkarlanmağı çətindir. Misal üçün bir çox hallarda onlar piştaxtanı daha dolu göstərmək üçün yağ bitəndən sonra qablaşmanın içərisinə su əlavə eləyib piştaxtada saxlayırlar ki, yağ çox görünsün. Boş görsənməsin. Bəli, boş görsəm demirəm, sizə su satırlar. Yox. Sadəcə olaraq o piştaxtanın görüntüsünü pozmamaq üçün, firmaya pulu ödəməmək üçün, misal üçün, firmanı yayındırır ki, hələ sənin yağını satmamışam. Bəli. Qalıb. Bəli. Bu məkanlar nə isə eləyə bilər. Bu məkanlarda artıq o deməkdir ki, adam uçuruma gedir. Yəni pulunu ödəyə bilmir. Necə deyərlər, deyir, bir şey olan kimi deyirlər, Allah şeytana lənət eləsin. Bəli. Bu moment şeytan yada düşür ki, deyir ki, nəsə bir əyri əksiklik elə, vəziyyəti düzəltmək lazımdır. Yəni bu insanlar ola bilsin ki, hansısa bir saxtakarlıq etməyə çalışa bilərlər. Amma normalda X bir məntəqədə saxta yağın olmaq ehtimalı çox aşağıdır. Çünki yağ markalarını gətirən şəxslər kifayət qədər özlərinə qismət, imkanlı, ətraflı şəxslərdir. Onların auditi də var, onların menecerləri də var, onların vəkili də var, Elnur bəy. Hüquq ölkəsində yaşayırıq, düzdürmü? Bəli. Sənin 1 milyon manat misal üçün qoyduğun biznesə Ərəstun dayı 20 manatla müdaxilə eləyə bilməz. Sən 3 qablaşmanı doldura bilərsən, kiməsə sata bilərsən. 4-cüdə səni hop götürüb, aparıb təhvil verərlər lazımi qurumlara. Ona görə də insanlar düşünməsin ki, ölkəmizdə saxta yağlar çoxdur, yalançı yağlar çoxdur. Hər şey inkişaf elədiyi kimi, saxta yağların da metodları artıq dəyişib. Saxta yağlar indi orijinal qablaşmalarda gəlir. Yəni, saxta yağlar deyəndə biz nəyi nəzərdə tuturuq? Üzərinə yazılanla tərkibi uyğunlaşmayan yağlar. Bəli. Ölkəsi yanıldan yağlar. Yəni içərisi Madaqaskardan gəlir, amma qablaşmanın üzərində German technology, Italian technology, nə bilim
Bu kimi ifadələrlə manipulyasiya eləyirlər sürücünü və həmin məhsulu satışına həyata keçirirlər. O ki qaldı, misal üçün Zik hardasa, hansısa piştaxtada saxtadır, bu mümkün deyil. Sadaladığım səbəblərə görə. Aydındır. Onu da qeyd edək ki, Zik yağlarının yeganə rəsmi distribyutoru Murad Ltd şirkətidir. Yəni nə suallarınız varsa Zik yağı ilə bağlı Murad Ltd şirkəti ilə əlaqə saxlaya bilərsiniz. Təbii ki, onlar sizə ətraflı məlumat verə bilərlər. Burada yazanlara oxuyaq, izləyicilərdən nə yazdılar? İzləyicilər yəqin ki, bizdən incidilər. Gördülər ki, suallarını oxumuruq o çoxda, ona görə. Hyundai Grandeur və ya Azera 2015-2016 modelini almağa dəyərmi deyə bax belə bir sual var. Bu modelin Elnur bəy dizeli çox möhtəşəmdir. Aha. Benzininin bazarı yoxdur. Bəli. Vanuslarında səsi olur. Problem olur benzinində. Biraz yanacaq da çox işlədə bilir. Aha. Yəni bugünkü dövrə görə. Qardaş, indi kimə deyirsən maşınım 112 litr benzin işlədir? Deyir, oyda, nə çox. Bəli. Deyirəm maşın qardaş 2 ton yarımdır. Bu nə işlətməlidir? İşlətməlidir də bunu. Yəni adamlar artıq bütün avtomobillərdən Li9 performansını gözləyir ki, maşın 2,6 tondur, 7 litr yanacaq işlətsin. Yəni yoxdur da elə bir dünya. Bu daxili yanma mühərrikidirsə, yəni bunun əlavə hibrid qoşqusu, extended range qoşqusu yoxdursa, yəni generator rolundan bir daxili yanma mühərriki yoxdursa, bəli, bu avtomobil o litrajları çalışdıracaq. İndi o baxımdan deyirəm ki, bu avtomobillər 13-15 litr yanacaq işlədir. Çox hesab eləyə bilərsiniz. Əslində bu sərfiyyat mənə görə tam normaldır. Bəli. Və dözümlülük baxımından amma dizel mühərrik 2,2 litrli dizel mühərrik möhtəşəmdir. Ümumiyyətlə Hyundai Kia'nın dizeli benzinindən daha dözümlü. Daha yaxşıdır. Bəli. Mercedes-in robot sürətlər qutusu haqqında məlumatı olan deyir məlumat verərdi. Zəhmət olmasa necədir dözümlülüyü? Söhbət hansı modeldən onu qeyd etmək onu zəhmət olmasa qeyd eləyin. Bəlkə siz ümumiyyətlə sürətlər qutusunu yanıldırsınız, yanlış deyirsiniz. Salam qardaş, salam. İl 2012 212 Mercedes 3.5 mühərrik hansı mühərrik yağı məsləhətdir deyə Kamil bəydən belə bir sual var. Kamil bəyə onu deyərdim ki, bu mühərriklər üçün səhv eləmirəmsə 272 kodlu mühərrikdir bu avtomobildə. 0-40 özüllüyü daha prioritet hesab olunur. Bəli. 0-40 özüllüyü daha etibarlıdır. Soyuq startda yağın daha tez qalxmağını təmin eləyir. Bəli. Alternativ olaraq 540 istifadə eləyə bilər. Bəli. 5W30 istifadə eləyə bilər. Mən 530 istifadə etmərəm bu mühərrikdə. Ümumiyyətlə Alman avtomobilləri, buradan da bir daha vurğulayım ki, 40 özüllüyünü daha çox tələb eləyir. Ona görə də Zik Top 040 tövsiyə edəcəm. 20.000 manat pulu olan şəxsə avtomobil tövsiyə eləsən ki, bax bunu al, nə tövsiyə eləyərsən? Bu ən çox aldığımız sualdır, çünki hər kəs büdcə avtomobili axtarır. Bəli. Biraz qısa cavab verək bu suala. 20.000 manata qədər biz bugün ən yaxşı avtomobillərdən birini Elnur bəy ala bilərik Ford Fusion. 2 titanium turbo mühərrik. Aha. Çox adam bəyənmir ha Ford Fusion. Bəyənir ha, görüntüsü gözəldir deyir. Amma deyir ki, xərcli avtomobildir, detallı bahadır, onu almağa dəyməz belə sözlər işlətdilər. Çox yaxın bir insanım. 2 titanium turbo. Titanium yəni burada gövdəyə verilmiş addır komplektasiyaya görə. Yəni bunu mühərriklə əlaqələndirməyin. Həmin avtomobili idarə eləyir. Bəli. Yəni Azərbaycanda çempionat keçirilsə ki, avtomobilə baxmamaq üzrə. Aha. Həmin şəxs birinci yerə çıxar. Baxmır, ümumiyyətlə avtomobilə. Ümumiyyətlə baxmır. Yağı da dəyişmir. Yağı dəyişir və yanacaq istifadə edir. Başqa heç nəyə baxmır. O avtomobil, yəni bir növ mənim özümə də dərs oldu ki, Ford Fusion 2 turbo nə dərəcədə dözümlü bir avtomobildir. 20.000 manata da normal komplektasiyada, yəni vəziyyətinə uyğun olanını tapıb almaq olar. Aha, bir məsləhətim bu. 20.000 manata daha sonra Toyota Corolla almaq olar. Toyota Corolla'nı ümumiyyətlə hər zaman almaq olar, büdcədən asılı olmayaraq. Aha. Bu avtomobil sizi yarı yolda qoymayacaq. Biraz qısıtlıdır. Yəni bu qiymətə bir də baxın, bunu elə fürsətdən istifadə edib deyim. Əgər bir avtomobilin normal bazar qiyməti, misal üçün F10
Aha. Bax, bu ciddi misaldır. Misal üçün F10, yaxşı F10-un qiyməti əgər özünüz də bilirsinizsə ki, 25-30 min manat arasında dəyişir. Bəli. Və mən dirənmişəmsə ki, mən F10 almaq istəyirəm. Bəli. 20 min pulum var. Real olaraq bu maşının qiyməti 20 min deyilsə, bu avtomobili almasınlar. Yəni, əgər bax bu dediyimi prioritet götürsələr, yəni bir avtomobilin qiyməti 20 min manat deyilsə və siz də bunu vicdanən bilirsiniz də ki, bunun qiyməti bu deyil də, hamı hər şeyin qiymətini bilir. Siz o maşını 20 minə alacaqsınızsa ziyan eləyəcəksiniz. Sonra deyəcəksiniz ki, F10 yaxşı maşın deyil. Bəli. Hə. Bəhruz bəy, yavaş-yavaş efirimizi yekunlaşdıraq. Düşünürəm ki, izləyicilər də bu efirimizdən zövq aldılar. Həqiqətən də savadlı şəxssən. Bu sahəni yaxşı bilirsən, həm yağı, həm avtomobillər üzərinə. Səni izləməkdən özümə zövq alıram. Təşəkkür ederim. Buna görə sənə minnətdarıq. Çox sağ olun Elnur bəy dəvətiniz üçün. Çox gözəl layihədir. Bütün biliklərimi, təcrübələrimi bu efirdə bölüşməyə hər zaman hazıram. Çox sağ olun. O Çin avtomobili hansı idi? Adını demədin? Yox, onu deməyəcəm. Deməyəcəm. Yaxşı. Amma bir vaxt, nə vaxtsa bəlkə də zaman gələcək, Bəhruz qeyd edəcək Çin avtomobillərini. Ola bilər. Bilmək olmaz. Bilmək olmaz. Dəyərli izləyicilər, bizdən də bu günlük bu qədər. İnşallah ki, gələn efirlərdə görüşmək ümidilə. Hələlik özünüzə yaxşı baxın. Sağ olun.